İsveç bayrağı mavi fon üzərində yerləşən sarı qızılı Skandinaviya statüsündən ibarətdir. Xaç bayrağın sol tərəfinə doğru sürüşdürülür ki, bu da bütün Skandinaviya ölkələri bayraqları üçün xarakterik xüsusiyyətdir. Bu düzən regionun orta tarixi və mədəni bağlarını əks etdirir. Bayraqdakı mavi rəsəmanı dənizin sülhü və sədaqəti simvolizə edir. Sarı qızılı rəng isə güləşi işığı, ümid və səxavəti ifadə edir. Tarixi baxımdan İsveç bayrağının mənşəyi orta əsrlərə gedib çıxır. 1906-cı ildə qəbul edilən indiki ticarət rəsmi şəklində olur. İrlandiya. Məşhur rəng İrlandiyanın katolik xalqını və qədim kilт ənənələrini təmsil edir. Ağ rəng isə bu iki qrup arasındakı sırrı və birliyi simvolizə edir. Nalıncı rəng İrlandiyadakı protestlərin azlığını təmsil edir. Əslində rənglər 1700-cü illərdə sonlarda televizya olaraq fransız təsirinin altından seçilmişdir. Bir versiyaya görə məşhur rəng təbii ağ rəng alt dağlarında, qara qırmızı isə İtaliya müstəqillik müsavanında türlərini qanet təmsil edir. Digər bir izaha görə yaşın müdri ahəlliyi, qırmızı isə heyrətliliğimizi təmsil edir. İngilizcənin rəngləri əsasən qırmızı və ağdır. Bu rənglər ölkənin bayrağını təşkil edir. Qırmızı maddi dünyanı və insanın qanını, ağ isə ruhu təmsil edir. Və bu rənglər 8 və 15-ci əsrlərdəki Mazapatiya krallığından götürülür. Qızıl və təbii rənglər üçün sarı rəng əhəmiyyət daşıyır. Yordaniya bayrağı qırmızı üç bıçaq xaricində sülaləsini və azadlıq müharibəsini simvolizə edir. Qara rəng Abbasilər xilafətini təmsil edir. Yaşıl rəng İslama və ümid anlayışını ifadə edir. Finlandiya bayrağı mavi rəngi gölü, ağ rəng isə qış qarları təmsil edir. Bu rənglərin birləşməsi ölkənin coğrafiyasını, yəni ağ göllər ölkəsi Suomenma ifadəsini simvolizə edir. Ağ fon üzərində mavi, şəkilli Skandinaviya xaçı, xaç isə xristianlığı və ölkənin Skandinaviya kimliyini göstərir. Fransa Avropanın yerdində yerləşən zəngin tarixə və mədəniyyətə malik bir dövlətdir. Paytaxtı Paris şəhəridir. Paris dünyada mədəniyyət, incəsənət və moda mərkəzlərindən biri kimi tanınır. Eyfel qülləsi, Louvre muzeyi və Senat Sənət Teresanın məşhur rəmzləridir. Daha dünyada işləyən baxmalar olan fəaliyyətləri rəmzli uyğundur. Ağ kitab edilmiş ayları rəmzli uyğundur. Qırmızı birləşdirilmiş təşkil yaxşı günü göstərilərlə işlər. Estonya bayrağı mavi, qara, ağ rənglərdən ibarətdir. Ağ rəng sülhü, ümidi, saflığı göstərir. Qara rəng Estonya bayrağının tarix boyunca yaşadığı çətinlikləri, qaranlıq keçmişini göstərir. Mavi rəng göy üzünü dəleyici, eyni zamanda inancı və hörməti təmsil edir. Əlcəzairin rəsmi simvolu onun dövlət bayrağıdır. Yaşıl və ağ rənglərdən ibarət zolaqlarda qırmızı ikidə ulduz yerləşir. Yaşıl İslamlı ağ demokratiyanı, qırmızı şərtlərin qanunu təmsil edir. Gündən və ulduz isə İslamı və ölkənin müstəqilliğini ifadə edir. Birləşik Ərəb Əmirlikləri bayrağının rəngləri ərəb milliyyətini təmsil edir. Qırmızı qəhrəmanlıq məqamı, yaşıl İslam və firavunluğu, ağ sülh və saflığı, qara isə ədalət və nəqd ehtiyatlarını təmsil edir. Bu rənglər tam ərəb rəngləri olaraq Abbaslılar qara rəngi, Ərəblər ağ rəngi, Fatimilər yaşıl rəngi, Haşimilər isə qırmızıyı simvolizə edir. Abşe bayrağı qırmızı, ağ və mavi rənglərdən ibarətdir. Bu rənglər rəsmi olaraq mənalı simvollardır. Qırmızı rəng cəsarəti, gücü və vətən uğrunda edilən fədakarlıqları ifadə edir. Ağ rəng saflıq, təmizlik, dürüstlük və ədalət rəmzidir. Mavi rəng isə sədaqəti, dözümü, ədalətli və birliyi simvolizə edir. Abşe bayrağında 50 ulduz var. Bu ulduzlar ölkənin 50 ştatını göstərir. Bayraqdakı 12 qırmızı ağ zolaq isə abşenin yaranmasına iştirak edən ilk 13 koloniya təmsil edir. Bu bayraq abşe xalqının tarixini, birliyini və dəyərlərini təmsil edən dövlət rəmzidir. Abşe bayrağı rəmzidir. Azərbaycan bayrağımız üç rənglidir. Göy rəng türkülük, qırmızı rəng mühasirlik, yaşıl rəngimiz İslam diniz. Boliviya dəsmə adı ilə çoxsulur. Boliviya devləti Güney Amerikanın mərkəzində yer alan və dəniz qeyisi olmayan bir ölkədir. Doğrusu da dünyanın ən böyük tropikal sulaq alanı olan bir qismi bulunur. Boliviya kuzeydə və doğuda, Braziliya güneydoğuda Paragvay ilə kara sınırlarına sahibdir. Bayraq Bulqaristan. Paytaxtı Sofiya, ölkənin ən böyük şəhəri və iqtisadi mərkəzidir. Dövlət quruluşu unitar parlamenti Respublika Bulqaristan həm Avropa İttifaqı, həm də NATO üzvüdür. Coğrafiya. Ölkə şərqdən Qara dəniz əhatə olunur. Şimalda Rumıniya, qərbdə Serbiya və Şimali Makedoniya, cənubda isə Ermənistan və Türkiyə ilə həmsərhəddir. Dil və din. Rəsmi dil Bulqar dilidir. Kiril əlifbasından istifadə olunur. Əhalinin əksəriyyəti pravoslavlar xristianlardır. Lakin əhəmiyyətli müsəlman azlığı da mövcuddur. Valyuta. Bulqar levdir. BC-nin ölkənin yaxın gələcəkdə Avropa zonasına daxil olması planlaşdırılır. Böyük Latviya krallığının daxil olan tarixi və inzibat ərazisi Böyük Latviya adasının cənubi hissəsində yerləşən paytaxtı Londondur. Krallar üç çarız rəsmi dili ingilis dilidir. Əsas əhalisi İngiltərəlilərdir. Braziliya. Rəsmi Brazil Cənubi Amerikanın ən böyük ölkəsi, dünyanın ərazisi əhali sayısına görə 5-ci yerdədir. Təxminən 8,5 milyon kilometr ərazisi isə 2,5 milyon çox əhali paytaxtı Braziliya şəhəridir. Rəsmi dili portakal dildir. Dünyanın ən böyük tropik meşəsi Amazon yağış meşələrində əksər hissəsi Braziliyadır. Burada minlərlə heyvan və bitkilər növü var. Rəngi yaşıl, sarı və mavi rəngdir.
Danimarka bayrağı qırmızı rəng cəsarət, güc, xalqın mübarizəsi və tarixi boyu tökülən qanı simvolizə edir. Ağ rəng sülhü, sağlığı, dostluğu və xristianlığı təmsil edir. Çexia bayrağının renkləri mənası. Ağ ənənəvi olaraq Bohemiya bölgəsini təmsil edir. Simvolik olaraq dürüstlük, təmizlik və sülhün rəmzidir. Qırmızı rəng yenə Bohemiya bölgəsinin renklərindən biridir. Cəsarəti, vətənpərvərliyi və ölkənin uğrunda canından keçənlərin qanını təmsil edir. Mavi bayrağı sonradan əlavə edilən bu mavi üç bucağı Moraviya bölgəsini təmsil edir. Eyni zamanda sədaqət, ədalət və qətiyyətin mənasına gəlir. Paytaxtı Praqa məşhurdur Praqa şəhəri. Bundan üç bərabər parçadan ibarətdir. Bu parçalar ardıcıl qara, qırmızı və sarı rənglərdən ibarətdir. Bayrağın rənglərini 1813-cü ildə Napoleonla qarşı müharibədə Kristyon həm maddi, həm də əskər baxımından yaşadığı sıxıntılara görə Hüccarın öndərliyi ilə tərkibini əsasən universitet tələbələrinin təşkil etdiyi könüllü Korpus, Lazar Korpus bir qurulmuşdur. Argentina Cənubi Amerika, Braziliyadan sonra ikinci ən böyük ölkədir. Rəsmi adı Argentina Respublikasında olan ölkədir. Sahəsi 2 milyon 766 min 890 kilometrdir. Əhalisi isə 46 milyon 234 min 830. Prezidenti isə Xraven bir yerdir. Bu ölkənin paytaxtı Buenos Aires'dir. Bu ölkənin bayrağında iki rəngi var. Mavi və ağ. Mavi və ağ səmada an bayrağındakı qarın rəmzidir. Argentina'nın milli rəmzi hesab edilir. Onun bayrağının üzərində bir günəş var. Bayrağındakı günəşin mənası aydınlıq, işıqlıq, gələcəyi bildirir. Angolanın iki rəngi var, qara, qırmızı. Qırmızı rəng Angola xalqının müstəmləkçiliyə qarşı mübarizə zamanı milli azadlıq yolunda və ölkənin müdafiəsi üçün toxtuyu qanı təmsil edir. Qara rəng Afrika qitəsini və Angola xalqını təmsil edir. Angolanın simvolları. Bayrağın ortasında sarı rəngli simvollar ölkənin sərvətini və rifahını bildirir. Bu rəngdə təsiri olan hər bir elementin xüsusi mənası var. Angola haqqında qısa məlumat. Angola Afrikanın cənub-qərbində Atlantik okeanı sahilində yerləşən bir ölkədir. Paytaxtı Luanda, rəsmi dili Portuqal, pul vahidi isə Kwanzadır. Avstriya. Qırmızı rəng vətənin azadlığı və müstəqilliyi uğrunda tökülən qanı bildirir. Ağ rəng monarxiya rejimindən son qorunması ilə əldə olunan müstəqilliyi, eyni zamanda ölkədən axan Dunan çayını təmsil edir. Qırmızı rəng qəhrəmanlığı, mübarizəni hizmətdə tökülən qanları, eyni zamanda inkişafı və həyat gücünü təmsil edir. Yaşıl rəng ölkənin geniş meşələrini, təbiətini, əməyi, gələcəyi və vaxtı simvolizə edir. Ağ, önəmli məxş Belarus xalqının təmizliyini, mədəniyyətini, gəlin tarixini, milli kimliyi, hüququna görə gələcəyin köklərini ifadə edir. Avstraliya dənizə yarı kürəsində yerləşən Ötürtər okeanlar və əhatə olunan bir ölkədir. Bu ölkə zəngin təbiəti qalanaqlı canlı aləmi ilə tanınır. Avstraliya bayrağının mavi dəniz və səmanı simvolizə edir. Bayrağın mavi sol hissəsində yerləşən Britaniya bayrağı Avstraliyanın tarixi keçmişi ilə bağlılığını göstərir. Bayrakdakı ulduzlar isə ölkənin təkcə eşitləslərin birliyini və müstəqilliyini ifadə edir. Avstraliyanın milli simvolları ölçəmiri və en quşu, inkişafı və irəliləyişi təmsil edir. Cənub xas ulduz dəstəsi ölkənin coğrafi mövqeyini göstərən vacib bir simvoldur. Bayraqda istifadə olunan mavi rəng sülhü və təqəti, ağ rəng birliyi, qırmızı rəng cəsarət və torpaqlıq ifadə edir. Bu simvollar Avstraliyanın milli kimliyini əks etdirir. Adı Bangladeşdir. Rəngdir. Qırmızı rəngdə qaydanın mənası günəş, müstəqilliyin doğru, qurbanlar və qanla qazanılan azadlıq deməkdir. Yaşıl rəngin mənası isə kənd təsərrüfatı, biraz və xiyabан bağladık deməkdir. Əhalisinin sayı 170-175 milyon divar arasıdır. Məşhurluğunun səbəbi isə neftdir.